Salam, hörmətli abituriyentlər. Bu gün Dövlət İmtahan Mərkəzinin 9 mart 11-ci siniflər üçün keçirilən buraxılış imtahanının suallarına baxacaq. Hər kəsə uğurlar. İfadəsinin qiymətini tapın. İlk belə bir sualımız düşüb. Bu kvadratlar fərqinə görə bir dəfə 828 çıxılsın 72, bir dəfə də 828 plus 72-dir. Mərxəzdə də 378. Surətdə fərq 756 edir. Cəm isə bizə 900-ü verəcək. Mərxəzdə 378, bunlar sayısı 2, 2-ni 9-a vuranda 18, yanında 2 0. Yəni doğru cavab C. 62-ci sualda A13 verib A28 verib hissə fərqini soruşur D. D bərabərdə A28 çıxılsın A13, 28 çıx 13. Yəni məxrəcdə 15, surətdə 30, 30 15-ə bölsək 2. Y variantı. Kosinus alfa plus kosinus betanın düsturundan istifadə edin. 2 kosinus cəmin yarısı bunların cəmi eləyirdi. Deməli 6, 56, 56-nın da yarısı 2 kosinus 28 vur. Kosinus fərqin yarısı bunların fərqi eləyir 20, yarısı da 10. 2 kosinus 28, kosinus 10. Doğru cavab D variantı olacaq. ABC üsağında paralellik verilib. Deməli bunlar oxşarlıqdan istifadə olunur. Bizə verib ki AC 20-dir, BN 8-dir. NC də 17-dir, MN soruşur X-i. Deməli, 8-in X-a nisbəti bərabər idi. Bu məsafə 25-in, bu məsafə 20-yə nisbəti. Çarpaz vursaq 25X bərabərdir. Alarıq 8 vur 20, 160-a. Buradan da X-i tapsaq 160 bölünsün 25. Bu da 5-ə çarparsaq 5, 160, 32. 32-ni də 5-ə böləndə 6, 10-da 4. Doğru cavab A variantı olacaq. Prizmanın həcmi hündürlüyü olarsa oturacağın sayısını tapın. Çox sadə bir sualdır. V bərabərdir. S oturacaq vurulsun H idi uşaqlar. Həcm 120, hündürlük 8-dir. S oturacaq yoxdur. S oturacaq da buradan 120 bölü 8, 15. Doğru cavab 15 olacaqdır. Növbəti sualımıza baxaq. 66. Eni bu qədər, uzunluğu bu qədər olan düzləmin perimetrini tapın. P bərabərdir 2 vurulsun 40 plus K. Bu qədər sadə. P bərabərdir 2 vurulsun 40 plus K. Doğru cavab C. Ödəyən natural ədədlərin sayını tapın. Deməli, uşaqlar 17 ödəyir. Burada 18, 19, 20, 21, 22 və salam. 1, 2, 3, 4, 5, 6 dənə. Doğru cavab C. Sinifdə 24 şahid var. Bu şahidlərdən 2 növbətçinin neçə müxtəlif üsulla seçmək olar? 2 eyni vəzifə olduğu üçün kombinizon 24-dən 2-yə. Bu da 24 vur 23 bölü 2. Bu da bizə 12 vurulsun 23 verəcək ki, bu da 276. Doğru cavab C variantı olacaq. 40% ifadəsinin qiymətinə bərabər olan ədəd tapın. Əvvəlcə bu 10-da 45-i və yaxud bunu 9 bölü 2 yazaq. Vurulsun 3-də 5 yazaq. Bunlar ixtisar getsin 3. Cavab olsun 15 böl 2, yəni 7 10-da 5. Üzərinə də 2 10-da 5 yazsam 10. 40% 10 olan ədəd tapın. 40% 10-dursa, ədədin özü 100%-dir. 100%-i da x-dir deyərəm. Buradan da x-i tapanda 100-ü 10-a vurub 40-a bölərəm. Bunlar ixtisar getsə 100 böl 4. 25. Doğru cavab E variantı. Şəkilə əsasən alfanı tapın. Uşaqlar bu 40-dırsa eyni qövsə sökünən daxil çəkilmiş bucaqlar bir-birinə bərabər olduğu üçün 70-də doğru cavab 40-dır. Sinüs 60 çıx kosinus 30 ifadəsinin qiymətini tapın. Cəmi də olsun, yəni sinüsdən kosinus eyni olduğu üçün bunların fərqi 0 verər. Və hər ikisi kök 3 bölü 2-dir ona görə. Kök 2 üstü kök 2-ni kök 2-yə vursam 2, yəni 4. Doğru cavab B. Hər tərəf mənfi 2-yə bölsək x böyük bərabərdir mənfi 4-dən. Ən kiçik həlli mənfi 4-dən böyük bərabər, ən kiçik elə mənfi 4-ün özü olacaq. Konusun doğranı buna bərabər olub, oturacaq müstəfsili əmələ gətirir. Konusun oturacağın radiusunu tapın. Deməli, belə bir konus çəksək. Buradan doğran 10 kök altında 3-dür. Olub, oturacaq müstəfsili 30 dərəcə. Bu bucaq 30 dərəcədir. Deməli, bu bucaq da 60 dərəcədir. 60 dərəcə, 30 dərəcə bucaq qarşısında katet hipotenuzun yarısı olduğu üçün bura 5 kök 3-dür. 60 dərəcə bucaq qarşısında katet, o biri katetin kök 3 misli olduğu üçün bura 5 kök 3 vurulsun kök 3. Bu da 15. 74 də doğru cavabımız 15 olacaq. Mərabəsinin ən kiçik tam həllini tapın. Bunu deməli 2 üstü x vurulsun 2 üstü 8 çıx 6 vur 2 üstü x. Burada 3 üstü x vur 3 minus 3 üstü x yazsam 2 üstü x ortaq vuruq çıxarsaq qalar 2 üstü 3. Yəni bu 8-dir.
8 çıx 6. Burada da 3 üstü x-i çıxarsaq 3 çıx 1 2. Yəni 2 üstü x vur 2. Burada da 3 üstü x vur 2. Hər tərəf 2-yə bölsün 2 üstü x kiçikdir 3 üstü x-dan. Hər tərəfi 3 üstü x-ə bölsək 2 bölünsün 3 üstü x kiçikdir 1-dən. Buradan da x böyükdür 0-dan olar. Çünki belə deyək də bunu 3-də 2 üstü 0 yazaram 1-i. Ədəddə 0 olduğu üçün 1-dən böyük olar. Bərbəsinin ən kiçik tam həllini tapın deyir. Doğru cavab 0-dan böyüklər 1. 76. AB 2 rəqəmli ədədi üçün kök altda AB natural ədəd olarsa, belə AB ədədləri arasında təsadüf seçilmiş bir ədədin tək ədəd olması. Ümumiyyətcə, kök çıxan ədədlərə baxsaq, biri 16-dır, 25-dir, 36-dır, 49-dur, 64-dür, 81-dir və s. Neçə ədəd var belə uşaqlar? 1, 2, 3, 4, 5, 6. 1, 2, 3, 4, 5, 6. Məxrəc mümkün olan sayı 6-dır. Surətdə arasında təsadüf seçilmiş bir ədədin tək ədəd olması. Tək ədəd neçədəndir? 1, 2, 3. 6-da 3, 2-də 1 və yaxud 0,5. Doğru cavabımız burada da 0,5 olacaqdır. 77. Loqaritma 81 əsasından 8. Bunun loqaritma 9-un kvadratı əsasından və yaxud da ki 9-un kvadratını yazaqmı? 9-un kvadratı əsasından 2-nin kubu böl. Loqaritma 9 əsasdan 32 də 2 üstü 5-dir. Baxın, bu 5 gəlir surətə. Bu 5. 9 əsasından 2. Surətdə də deməli loqaritma bu kvadrat qabağa gələcək, məxrəcə bu 3 bura gələcək. Burada da 9 əsasından 2. Bunlar ikisara getsə, doğru cavab 10-da 3 qalacaq. Doğru cavabımız 10-da 3. X bu olarsa ifadəsinin qiymətini tapın. 10-da 4-ün kvadratı %16-dır. %16-nı 10-a vuranda 1,6 çıxılsın. 5-i 10-da 4-ə vursan 2 olar. Bəli, moduldan 10 müsbət çıxır, plus 3. Bu da 1,6 plus 1, 2,6. 79. Aralarındakı məsafə 34 km olan A və B məntəqələrindən velosipedçi və piyada eyni zamanda qarşı-qarşıya hərəkətə başladılar. A-dan hərəkətə başlayan velosipedçinin sürəti piyadanın sürətindən 8 km/saat çoxdur. Velosipedçi A-dan 24 km məsafədə olan C məntəqəsinə piyadadan 5 saat tez çatarsa, piyadanın sürətini tapın. A, C və B məntəqələri bir düz xətt üzərindədir. Aha. Deməli, biz A və B-ni çəksək, A-dan B-yə kimi məsafə 34 km-dir. Qarşı-qarşıya deyək ki, hərəkətə başlayır velosipedçi məntəqələrindən velosipedçi və piyada eyni zamanda qarşı-qarşıya başlayırlar. A velosipedçi buradan çıxsın, piyada da buradan çıxsın. Deyir ki, A-dan hərəkətə başlayan velosipedçinin sürəti piyadanın sürətindən 8 km çoxdur. Əgər biz piyadanın sürətinə x desək, velosipedçinin sürəti x plus 8-dir. Deyir ki, A-dan hərəkətə başlayan velosipedçinin çoxdur. Velosipedçi A-dan 24 km məsafədə olan C nöqtəsinə. Deməli, buradan bura qədər 24-dürsə, buradan bura qədər də 10-dur. Bu məsafəni velosipedçi nə qədər gedər? 24 bölünsün x plus 8. Digəri isə 10 bölünsün x-ə gedər. Yəni, və şərtdə də deyir ki, məsafədə olan C məntəqəsindən piyadadan 5 saat tez çatıb. Piyadadan tez çatıb, piyada geç çatıb. Onda bunun üzərinə 5 gəlsəm, buna bərabər olar. Bunu sağa kesirsəm, 2-də 1 bərabərdir. 10 bölünsün x çıxılsın, 24 bölünsün x plus 8. Bunlar üçün orta məxrəc x vursun x plus 8 olar. 10'u x plus 8'e vursam 10x plus 80 çıxılsın 24x. Buradan 2'də 1 bərabərdir. 80 çıxılsın deməli 10'dan 14x. Məxrəcdə də x vursun x plus 8. Çarpaz vursaq bu ifadəni. X kvadratı plus 8x bərabərdir 160 çıxılsın 24x-ə, 28x-ə. X kvadratı plus 36x minus 160 bərabərdir 0. Belə bir tənliyi alaraq. Viet teoreminə görə cəm mənfi 36 hasil mənfi 160 eləyən ədədlər mənfi 40 və 4 olar. Deyərik. Doğru cavabımız mənfi 4 və 40 olduğu üçün buradan da bizə nəyi soruşur? Deməli, C məntəqəsindən piyada 5 saat tez çatarsa piyadanın sürətini soruşur. Yəni x-i o da 4. Doğru cavab 4. Növbəti suala baxaq.
24 nəfərdən ibarət işçi qrupunda olan qadınların yaşlarının ədədi ortası bu qədər. Tutalım ki, X qadın, Y kişi varsa, X plus Y bərabərdir 24. Bunu deyir. Bizə deyir ki, qadınların yaşlarının ədədi ortası 21-dir. Deməli, cəm qadınların yaşlarının cəm qadınlar bölünsün, say X bərabərdir 21. Buradan cəm qadın 21 X deyərəm. Cəm oğlanlar bölünsün, Y bərabərdir 29 desəm, cəm oğlan buradan 29 Y olar. İndi ümumi deyir ki, 29-a bərabərdir. Yəni 21x plus 29y bölünsün ümumi say. Ümumi sayda neçə nəfərdir? 24 bərabərdir 26. Ədəd orta 26-dır. Buradan 21x plus 29y bərabərdir 24 vur 26. 24 26-ya vuranda 624. 624 edəcək. Bir də biz buradan x plus y bərabərdir 24 aldıq. Bu təminin həllində hər tərəfi 21-ə vursam 21x, 21y buradan qalır 624-ün 21-ə hasili. Buradan da 24-ü 21-ə vursaq 504 eləyəcək. Artıq bura 504 yaza bilərik. Tərəf-tərəfə çıxsaq bunlar islah 8y bərabərdir 0, 2, 120, y də bərabərdir 15. Doğruca 15 olacaq burada da. Növbəti suala baxaq. Növbəti sualımızda bizə deyir ki, CO 5-dir. CO buradır 5-dir. BO bərabərdir 5AO. Yəni AO-ya əgər biz x desək, BO bunun 25 mislidir. Yəni bura 25x-dir. Və qayda var idi. Bu düz bucaq açılan düz bucaq təpəsindən çəkilən 5-in kvadratı x vurulsun 25x idi. 25x kvadratı bərabər 25-ə, x bərabərdir 1-ə alaram. Yəni x1 alıramsa, buradan bura qədər olan bu məsafə 25-dir. Buradan bura qədər olan bu məsafə mənfi 1-dir. Yəni məsafə 1-dir, amma nöqtə olaraq bura mənfi 1 deyəcəm. Onda bura 25, bura mənfi 1-dirsə, məsafə olaraq baxsaq, bura 26-dır. Təpə nöqtənin apsisi bu 26-nın tən ortasında olurdu. Uşaqlar, 26-nın tən ortasında. Yəni 13-lük məsafə. Yəni 25-dən 13 vahid solda olmalıdır. 25-dən də 13 vahid solda 12 olur. Doğruca təpə nöqtənin apsisini soruşur, 12 olacaq. Alfa beta uyğun tərəfləri paralel olan müxtəlif adlı. Müxtəlif adlı deyirsə, onda alfa ilə betanın cəmi 180-dir. Gamma və fi bucaqları isə uyğun tərəfləri paralel olan eyni adlı bucaqlardır. Eyni adlı bucaqlar isə gamma fiyə bərabərdir. Gamma bərabərdir fiyə. Deyəcəm. Gammanın dərəcə ölçüsü alfanın dərəcə ölçüsündən 20% azdır. Deməli, gamma bərabərdir 0,8 alfaya. Gammanın dərəcə ölçüsü alfanın dərəcə ölçüsündən 20% az. Fi'nin dərəcə ölçüsü betanın dərəcə ölçüsündən 20% çoxdur. Deməli, fi bərabərdir 1,2 beta. İndi bizdən nə istəyir? Gamma və betanın hər birinin dərəcə ölçüsünü tapın. Bunlar gamma və fi bir-birinə bərabər olduğu üçün onda 8 alfa bərabərdir 1,2 beta desəm, hər tərəfi 10-a vursam 8 alfa bərabərdir 12 beta deyib, hər tərəfdə 4-ə bölsəm 2 alfa bərabərdir 3 betaya. Alfa bərabərdir 3K-ya, beta bərabərdir 2K-ya deyərəm. Və burada nəzərə alsam 5K bərabərdir 180-ə, K bərabərdir 185-ə böləndə 36. Bizə nəyi soruşur? Alfa betanın hər birinin dərəcə ölçüsü. Alfa nə idi? 3K. Yəni 3 vurulsun 36, 108. Beta nə idi? 2K. 2-ni də 36-ya vuranda 72. Doğru cavab 72 olacaq. 36, 108 və 72. ABC üç bucağında AD tənböləndir. Növbəti sualımıza baxaq. Yox, bunu bu cür çəkək elə. Düz bucaqlı üç bucaq deyir. Bucaq C 90-dır. Bura A'dır, bura B'dir. Deməli, burada 83-də bucaq C 90-dır. AD tənböləndir. CD 2,4-dür. AB
8 onda 5'dir. Olarsa ABD üçbucağının sahəsini tapın. ABD. Bizdən sənin sahə bu sahədir. Bu üçbucağın sahəsini soruşur bizdən. Aha, deməli. Bu hissəyə deməli burada bir neçə qayda var. Uşaqlar, baxın, ən rahat qaydanı bu cür deyə bilərəm ki, burada gördüyümüz bu bucaqdır. Bu bucağın tənbələnin üzərində götürülən nöqtədən bu tərəfə qədər olan məsafə 2/4. Onda bu tərəfə qədər olan məsafə də 2/4 olacaq. Onda ABD üçbucağının sahəsi 8/5 vur 2/4 böl 2. Bundan da bu ixtisar getsə 1/2. 8/5'in də 1/2'yə hasili 8/5 vurulsun 1/2. 10/2. Doğru cavab 10/2. 84. Nöqtələrini birləşdirən parçanın orta nöqtəsi apsis oxunun mənfi hissəsi üzərindədir. Apsis oxunun mənfi hissəsi üzərindədir. Baxaq. Deməli, nöqtələrini birləşdirən parçanın orta nöqtəsi apsis oxunun mənfi hissəsi üzərində olarsa kanı tapın. Bu nöqtə parçanın orta nöqtəsinin birləşdirən parçanın orta nöqtəsi koordinatları nə idi? x1 plus x2 bölü 2. Bunları cəmləsək k kvadratı çıx 4k. Üstə gəl 12 çıx 4k bölü 2. Bunlar k kvadratı çıxılsın 8k plus 12 bölünsün 2. Bir də k kvadratı çıx 12k plus 32 bölü 2. Deyir ki, nöqtələrini birləşdirən parçanın orta nöqtəsi apsis oxunun mənfi hissəsindədir. Bu y, bu da x-dir. Apsis oxunun mənfi hissəsində. Yəni burada olarsa k-nı tapın deyir. Mənfi hissəsinin üzərindədir. Yəni bunun üzərindədir. Uşaqlar, bu nöqtənin y 0-dır. Yəni sizin bu ifadəniz 0 olmalıdır. Cəmi 12 hasil 32 eləyən ədədlər 4 və 8-dir. Lakin bizə hansı k lazımdır? Y-i mənfi eləyən. K-nın yerinə 4 yazsaq 16 çıxılsın 32 plus 12. Bu bizə deməli mənfini verir. Deməli, doğru cavab 4-dür. 8-i yoxlayaq. 8-in kvadratı 64 çıx 64. Bu 0, bu 12 müsbət. Olmaz. Doğru cavab burada 4 olacaq. Euler-Venn diaqramında A və B çoxluqlarının elementlərinin sayı verilmişdir. Kəsişmənin element sayı, yəni 3x plus 4, B fərq A-dan, yəni 19 minus 2x-dan böyükdür. Deməli, 5x böyükdür. Deməli, 19-dan 4 çıxsam 15-dən, x də böyükdür 3-dən. Bu 1. X-in natural qiymətləri üçün A fərq B-nin ala biləcəyi ən kiçik və ən böyük qiymətlər cəmini tapın. X-in natural qiymətləri üçün A fərq B. A fərq B 2x plus 5-dir. 2x plus 5 A fərq B-nin ala biləcəyi ən kiçik qiymət. X ən kiçik qiymət olsun. X də bu şərti ödəyən ən kiçik qiymət 4 olar. 4-ü yerinə yazsam 8 plus 5 13. Ən böyük nə olar? Məsəl üçün, x təbii ki, bizdə çoxluğun elementlərin sayı verilib, deyir, x-in natural qiymətləri üçün deyir. Yəni, bura element sayı natural olmalıdır. Yəni, 19 minus 2x-də x-a ən böyük 9 verə bilərik. 10 versək, olmaz. Deməli, 9 versək x-a, onda 18 plus 5, bu da deyər 23. 13 və 23 ala bilər ki, bunların da cəmi bizə 36 verəcək. Bu qədər uşaqlar, hər kəsə uğurlar, sağ olun. Sizdən narahat elədim.